Biz lap ilklərə gedək. O illəri bizə necə bölüşərsiniz, necə söyləyərsiniz? Sağ olasınız bu fürsətə görə ki, bu mövzunu mən biraz açsam belə deyəm. Dəqiq yadımdadır ki, fevralın axır günü idi. 27 ya bəlkə 28 idi ki, bir dostum var idi, telefon elədi mənə ki, Reza, bilirsiniz, belə bir xəbər vardı Xocalı məsələsində. Baxdım jurnallara zada gördüm ki, elə bir məlumat tapa bilmirəm. Parisdə idim mən o zaman. Və başqa o jurnallardan, ajanslardan ki, lap yaxın, dərin tanışım var idi. Telefon elədim. Biri dedi ki, belə bir xəbər vardı ki, elə bir ki, bir faciə olubdu, amma çox belə xəbər bilinmirik ki, nədir. Bunu eşidəndə mən də bildim ki, bir çətinlik vardı. Dedim, özümü çatdırım da, gəlim görüm ki, bu mövzu nə mövzusudur. Əslində, neçə vaxt idi ki, istəyirdim gələm Qarabağ müharibəsini çəkməyə, amma elə bu mövzu lap belə məni gəlməyimi tezləşdirdi.